Salam, hər vaxtınız xeyir olsun. Bugün sizinlə bu işarə əvəzliklərindən sonra vergül işarəsinin qoyulmasından danışacağıq. Deməli, o və bu işarə əvəzlikləridir. Bunlardan sonra vergüldən necə danışacağıq və nə vaxt danışacağıq? Bunları iki yerə bölməyimiz məqsədə uyğundur. Deməli, əgər o və bu əvəzlikləri kim və nə sualına cavab verərsə, bu haqda, yəni bu zaman artıq biz vergüldən danışa bilərik. Yəni vergül qoyulacaq ya vergül qoyulmayacaq, o haqda artıq biz danışa bilərik. Haçan vergül qoyulacaq, haçan vergül qoyulmayacaq. Əgər o və bu əvəzlikləri hansı sualına cavab verirsə, yəni sifəti əvəz eləyibsə, o zaman vergüldən danışmırıq. Yəni vergüldən söhbət gedə bilməz. Vergül qoyulmayacaq birmənalı şəkildə. İndi yadda saxlayırsınız nəyi? Əgər o əvəzliyi kim və nə sualına cavab veribsə, deməli artıq bu şəxs əvəzliyidir. Şəxs əvəzliyi. Artıq işarə əvəzliyi deyil. Mütləq şəkildə yadda saxlayın bunu ki, birazdan buna qayıdacağıq. Deməli, dedik ki, o və bu kim və nə suallarına cavab verirsə, vergüldən danışa bilərik. Bəs nə zaman vergül qoyulacaq? Əgər o və bu əvəzliklərindən sonra, yəni özlərindən sonra nə gəlsə, sonra isim gəlsə, sifət gəlsə, say gələrsə, zərf gələrsə, fe'l kateqoriyalarından fe'li sifət gələrsə, köməkçi nitq hissələrindən modal sözlər, nidalar və təsdiq inkar ədatları. Yazaq bura bəzi ədatlar. Bəzi ədatlar hansıdır? Bəzi ədatlar o. Bəli, xeyr, hə, yox. Ədatları gələrsə, vergül qoyulacaq. Mütləq şəkildə yadda saxlayaq bunu. Məsəl üçün, o Bakıda yaşayır. Nə edir? Yaşayır. Kim yaşayır? O harada? Bakıda. Baxın, burada Bakı isimdir. Düz deyilmi? Özündən sonra isim gəldiyinə görə vergül qoyacaq. Sifət. Deyək ki, o, sonra da bunu yazaraq, böyük bir, deyək ki, mənzil aldı. Nə etdi? Aldı. Kim? O. Özündən sonra nə gəlib? Sifət gəlib, vergül qoyulacaq. Daha sonra say işlədək. Bu 5-ci, deyək ki, otaqdakı mebeldir. Nədir mebeldir? Nə bu? Özündən sonra nə gəlib? 5-ci sayı gəlib, vergül qoyulacaq. Zərf. Deyək ki, o həmişə dostları ilə gəzir. Nə edir? Gəzir. Kim? O. Özündən sonra həmişə zərf gəldiyinə görə vergül qoyulacaq. Eyni ilə fe'li sifətdə də belə olacaq. Bu oxuyan uşaqlar üçün hədiyyədir. Nədir? Hədiyyədir. Nə? Bu. Özündən sonra nə gəlib? Oxuyan fe'li sifəti vergül qoyulacaq. Daha sonra bir nəzər yetirək. Özündən sonra modal söz gəlsin. Məsəl üçün, bu əlbəttə bizə uyğundur.
nə bu özündən sonra gəlib, nə modal söz, hər iki tərəfdə vergül qoyulacaq. Yadda saxlayın ki, əgər o və bu əvəzliyindən sonra köməkçi nitq hissəsi gəlibsə və o-dan bu-dan sonra vergül qoyulubsa, bu o-nun bunun tələbi deyil. Bu köməkçi nitq hissəsinin tələbidir. Yəni burada vergülün qoyulması bunun tələbi deyildi. Əlbəttə modal sözünün tələbi idi. Mütləq şəkildə yadda saxlayın. Daha sonra nidalar. O, məncə bunu anlamaz. Belə bir şey yazaq. Kim, o, özündən sonra modal söz gəlib, bundan da sonra, daha doğrusu özündən sonra nida gəlib, nidadan da sonra modal söz gəlib, yəni vergül işarələri yerində qoyacağıq. Ondan sonra ədata baxaq. Deməli, bu, bəli, mənim qohumumdur. Kim, bu, özündən sonra bəli, ədatı gəlib, təsdiq ədatıdır. Hər iki tərəfdə vergüldən istifadə edəcəyik. Bu, o və bu əvəzliyindən sonra vergülün qoyulma şərtləridir. Bir də yadda saxlayın ki, hansı cümlədə o kimlə sualına cavab veribsə, artıq şəxs əvəzliyi olur. Yəni, burada o-dan sonra vergül qoyulub şəxs əvəzliyidir. O-dan sonra vergül qoyulub kimlə sualına cavab verir, şəxs əvəzliyidir. Deməli, əgər o əvəzliyi kim və nə sualına cavab verərsə, bu da onu deməkdir ki, ismi əvəz edərsə, nə olacaq? Şəxs əvəzliyi olacaq. Şəxs əvəzliyidir. Amma bunu bu haqda demək olmaz. Bu istənilən halda, yadda saxlayın, bu istənilən halda işarə əvəzliyidir. İstənilən halda işarə əvəzliyidir. Daha sonra, indi deyirik ki, harçan vergül qoyulmurdu. Əgər ismi əvəz edibsə, o və bu əvəzlikləri kimlə sualına cavab veribsə, o və bu. Kim nə sualına cavab veribsə, kim və nə suallarına cavab veribsə və özlərindən sonra bir-bir sayaq, əvəzlik, fe'li sifət istisnidir, daha sonra qoşma, bağlayıcı, ədat. Gələrsə, ədatlardan da təsdiqinkar ədatların istisnidir. Gələrsə, vergül qoyulmayacaq. Məsəl üçün, bu mənə çox əzizdir. Nə, bu özündən sonra əvəzlik gəldiyinə görə vergül qoyulmayacaq. Daha sonra, o getdi. Nə etdi? Getdi. Kim? O. Özündən sonra vergül qoymayacaq. Niyə? Çünki burada fe'l var. İndi qoşmadan nümunə çəkək. Məsəl üçün, onun qədər çalışmır. Nə edir? Çalışmır. Nə qədər? Onun qədər formasında özündən sonra qoşma gəlib, vergül qoyulmayacaq. İndi bağlayıcı kimi nəzər salaq. Deməli, bu da səni tanıdı. Görürsünüz, bu da özündən sonra dadə bağlayıcısı gəlib, vergül qoyulmayacaq. Daha sonra ədat kimi o daha sizinlə çalışmayacaq. Bu formada özündən sonra ədat gəlib, vergül qoyulmayacaq. Bu, deməli, o və bu əvəzliklərindən sonra vergülün qoyulmadığı haldır ki, o halda ki, kim və nə suallarına cavab versin. Bir də yadda saxlayın ki, bəzi istisnalar var. İstisna nədir? Bəzi hallar olur ki, o və bu əvəzliyindən sonra əvəzlik gələrsə vergül qoyulur. Bu nə vaxt baş verə bilər? Bu əsas etibarilə həmcins üzvlərdə baş verə bilər. Məsəl üçün, o, vergül, mən, vergül.
vergül də qoya bilərik, vergül qoymaya da bilərik. O, mən, Ramil və Səfər deyək ki, dərs etdik. Burada o-dan sonra vergül qoyulub. Yəni, bu formada olacaq. Həmçinin sözlərdə vergül qoyula bilər. Bir də əlavələrdə ola bilər bu. Əlavə, məsəl üçün, o, vergül, mənim əsgər yoldaşım bizə gəldi. Bu formada ola bilər. Bu da o-dan sonra vergülün qoyulma halıdır. Əvəzlik gəldiyi zaman. Bu oldu bizim o və bu əvəzliklərindən sonra vergülün işlənmə məqamları.